Salam, hər vaxtın xeyir olsun, dəyərli izləyicilər, xoş gördük. Yeni bir yolculuk yeməyindən istədim gələm. Hər dəfə də bu diyoğa reklama düşür. Diyoğa, yəni bəzi yerlər görürsən ki, yemək yerlərində mərci hər gün pişir. Başqa şorbalar da olsa, mərcinin yeri heç vaxt itmir də. Yəni mərci də var, başqası da var. Buna görə də diyoğa da həmin o hər dəfə istənilən yemək olduğu üçün nə pişiririksə pişirək, diyoğanın yerini heç nə vermir də, diyoğa həmişə olur. Çöllükdür, biraz ağartı kimidir, həm indi havalar istidir, sərin olur, xaladelnik var, qoyur xaladelnikə, elə yeyir, yəni tək bu döyüdə, yəni ona görə hər dəfə də diyoğa reklama düşür. Kotlet pişirmişəm, soyuyucu bunu pakovkalamışam. Bu da toyuqdur, kızartmışam. Onu da pakovkalayacağım. Orada da bir kazan idi dolma, onu da eve qalıb. Onun üçün də qoymuşam ki, yana soysun, onu da pakovkalayacağım. Bunlar mənim yoldaşım tır sürürlər. Bunlar görsən ki, bunlar yük vurmağa göndərirlər. Ya Bakının kəndinə, ya rayonlara. Baxır da nə vururlar, ya İrana, sonra gedirlər Rusiyaya. Ona görə bir gün qabaqdan da gedəndə də gedir, onsuz da. Başqa yeməklər qoymuşam. Yenə də dünən biraz kotletlə toyuq qoymuşdum. Bir dənəsini, büyüyündə birini. Ona görə istədim, neysə çəkəm. Bunu da elə gün ortadan sonra başlamışam saat 12-dən. 1, 2, 3, 4, 5 saat ərzində həmi dolmayı bükmək, həm kotleti hazırlamaq, həm toyuğu, bir dənə əti çəkib qoymuşdum axşam. Bunların hamısını durandan sonra eləmişəm tək canıma. Bir dənə də dəcəl bir nəvəm var, zorla idarə edirəm. Yəni ki, hamı işdə, gücdə, evdə təkcə qalan mən, özüm tək yəni pişirib hazırlayıram bu yeməkləri. Hazırlayan hər kəsə də nuş olsun. Allah hər bir ev eşiyə bol-bol ruzi bərəkət yetirsin, can sağlığı versin. Kanala dəstək olanlara dərin minnətdarlığımızı bildiririk. Əlləriniz, qollarınız var olsun. Allah sizin canınızı sağ eləsin. Göz haqqınızı da halal eləyin. Yerdən görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.